First of all of you guys, I would like to congratulate all of you, all of Sabah fans, all of Sabah players, and everybody that I know here in Azerbaijan with National Celebration Day, and of course to congratulate with our fans, our management, our players for a win that was needed, of course. Of course, the game, well, the result is good. We win by 2 goals, but with the content of the game, of course, I'm as a coach, I cannot be happy because too many unforced errors, too many mistakes from the beginning till the end of the game. I think Kapaz had very good plan for today's game, and every time they received the ball, they tried to play long behind our center backs, and that was really demanding and required a lot of attention and a lot of focus, because as soon as you a little bit asleep, you can find out that your opponent striker running 1v1 with your goalkeeper, and that during the game, I think we lost too many second balls, from those situations, and I felt our passing rhythm was not up for the standard, and of course, like when you have so much unforced errors, so much bad passes, bad controls, even the pitch was fantastic, the weather was fantastic to play football, and we couldn't get more convincing win. Yes, 3 goals is okay, but I think today we could show much more, and we could show what Sabah is in a much better way. But of course, also as a coach, you always take 3 points, and because it doesn't matter who you win, Karabakh or Kapaz, you still get 3 points, and that reflects to the league table. Now we have like those few days off, and to a little bit to recover, to heal like some knocks that we have, and to prepare for the last stage of the championship this calendar year. So that's more or less is it about the game. İlk öncə olaraq sizlərin hər birini, hər kəsi, bütün Azərbaycan xalqını, Sabah azarkeşlərini Zəfər bayramı münasibətilə təbrik eləmək istəyirəm. Bizim rəhbərliyi, oyunçularımızı bugünkü qalibiyyət münasibətilə təbrik etmək istəyirəm. Çünki bu qalibiyyətin həqiqətən də bizim çox ehtiyacımız var idi. Oyunun nəticəsinə baxdıqda məmnun qala bilərik, amma oyunun məzmunundan mən heç də məmnun qalmadım. Çünki biz hər bir çoxlu oyunun başlanğıcından etibarən sonuna qədər çoxlu səhvlər elədik. Mən deyə bilərəm ki, bugün Kəpəzin çox yaxşı oyun planı var idi. Onlar daha çox uzun toplarla bizim müdafiəçilərimizin arxasına atmaq istəyirlər və hücumçuları da bu uzun toplarla yaxşı şığıyıb irəliyə doğru açılırdılar. Bu da daha çox bizim müdafiəçilərimizdən diqqət istəyir, daha çox bir-birimizin tərəfkar olmalıydıq. Əgər bir balaca deyək ki, yuxulamış olsaydıq, rəqib bizi cəzalandıracaqdı. Mən yenə qeyd edirəm, oyundan, nəticədən məmnun olsam da oyundan məmnun deyiləm. Çünki çoxlu ikinci toplar itirdik, həddindən artıq pas ritmimiz standartlarımızdan aşağı idi. İlk topları ram eləmə olsun, ilk paslarımız, baxmayaraq ki, meydança möhtəşəm vəziyyətdə idi, çox bərbad idi, pis idi. Amma yenə də 3 qol vuraraq bu oyundan qalib ayrıldıq. Sabah olaraq biz düşünürəm ki, daha çoxunu göstərməliydik, daha çox yaxşı bu oyunda çıxış edə bilərdik. Amma yenə də 3 xal qazanırsansa fərqi yoxdur, Kəpəz qarşı olsun, istər Qarabağa qarşı olsun. Bu 3 xal çox mühümdür, çünki bu 3 xal sonradan sizə turnir cədvəlində müəyyən yerlərdə, turnir cədvəlində irəliləyiş göstərir və turnir cədvəlində öz əksini tapır. Hal-hazırda milli komandalarla yaranmış fasiləyə görə uşaqlara istirahət verəcəyik və bərpa olunacaq yaxşı bir şəkildə bəzi zərbələr oldu oyuncularımıza, hansı ki, onlar müalicə alınmalıdır, onu müalicə alınacaq və sezonun son mərhələsinə hazırlaşacaq.